Yəqin ki, hamımızın başına gəlib. O gözəl, parlaq tərəvəzləri bişirirsiniz və bir də baxırsınız ki, rəngləri solub gedib. Bu, mətbəxdəki ən böyük məhsullardan biridir. Elə deyilmi? Bəs niyə belə olur axı? Bax, bu mənzərə çox tanışdır, hə? Gözəl, təravətli yaşıl lobiyalar bir anda solğun zeytun rənginə dönür. Parlaq köklər isə matlaşır. Yəni, bu, heç birimizin boşqabında görmək istəmədiyi bir nəticədir. Yaxşı, bəs bu rəng itkisinin arxasında dayanan səbəb nədir? Sizə əmin edirəm, bu qaçılmaz bir şey deyil. Cavab elmdə, daha dəqiq desək kimyadadır və biz bunu indi birlikdə kəşf edəcəyik. Amma heç narahat olmayın, hər şeyin bir yolu var. Düzgün biliklərlə tərəvəzlərin o heyrətamiz canlı rənglərini qorumaq tamamilə mümkündür. Hətta boşqabınızı əsl sənət əsərinə çevirə bilərsiniz. Gəlin bu işin dərinliyinə enək. Bugün biz peşəkar aşpazların bildiyi sirləri, yəni tərəvəzlərin arxasındakı elmi açacağıq. Bilirsiniz, Sumqayıtın ən köhnə məkanlarından olan Turan restoranın o qaynar mətbəxində illərini keçirmiş dəyərli ustadımız Ramin şefin məşhur bir sözü vardı. Tərəvəzin rəngi onun qururudur. Elə bugün biz də bu qururu necə qoruyacağımızı öyrənəcəyik. Yaxşı, başlayaq. İlk olaraq ən çox rastlaşdığımız və eyni zamanda ən həssas olan rəngdən, yəni yaşıldan danışacağıq. Yaşıl rəngin bütün sirri xlorofil adlı bir pigmentdədir. Məhz bu maddə günəş işığını enerjiyə çevirir. Amma təəssüf ki, mətbəxdəki istiliyə və turşulara qarşı çox dözümsüzdür. Deməli, əsas məsələ budur. Tərəvəzlər bişərkən özlərindən təbii turşular buraxır. Bu turşular da istiliklə birləşəndə xlorofili sanki məhv edir. Ona görə də zaman bizim əleyhimizə işləyir. Bəs həll yolu sürət. Mümkün qədər tez bişirmək. Və sizə peşəkarların ən böyük sirlərindən birini deyim. Qazanın qapağını açıq saxlayın. Bu zaman o zərərli turşular buxarla birlikdə rahatca uçub gedir. Nəticədə tərəvəzləriniz daha canlı, daha parlaq qalır. Yaxşı, indi keçək növbəti pigmentə, qırmızılara. Onların reaksiyaları yaşıl tərəvəzlərdən tamamilə fərqlidir və inanın ki, sizi çox təəccübləndirəcək. Qırmızı kələmin, çoğundurun o gözəl yaqut kimi qırmızı rəngini verən pigmentə antosianinlər deyilir. Onların kimyavi xüsusiyyətləri isə həqiqətən çox maraqlıdır. İnanılmazdır, deyilmi? Yaşılların düşməni olan turşu, qırmızılar üçün əsl qəhrəmandır. Adi su bir qədər qələvi olduğu üçün qırmızı pigmentləri göyümtü rəngə çevirə bilər. Amma cəmi bir neçə damcı limon suyu və ya sirkə o qırmızı rəngi daha da canlandırır, daha da parlaq edir. İndi isə gəldik son rəng qruplarına. Xoşbəxtlikdən bu rənglər daha stabildir, yəni onlarla işləmək biraz daha asandır. Məsələn, gül kələmi, soğan kimi ağ tərəvəzlər turş mühitdə ağappaq qalır, amma qələvi suda biraz sarala bilər. Sarı və narıncı tərəvəzlər, yəni kök və ya balqabaq isə demək olar ki, kimyəvi reaksiyalara qarşı toxunulmazdır. Onların rəngini itirmək üçün gərək çox çalışasınız. Baxın, bu möhtəşəm cədvəl bütün bu rəng elmini bir araya gətirir. Gördüyünüz kimi hər pigmentin öz xarakteri var. Yaşıllar turşudan qaçır, qırmızılar turşunu sevir, ağlar neytral qalmağa çalışır, sarılar isə sanki heç nə olmamış kimi öz rəngində qalır. Bu cədvəl sizin mətbəxdəki əsas bələdçiniz ola bilər. Yaxşı, nəzəriyyəni bitirdik. İndi isə bu elmi bilikləri praktikaya tökməyin vaxtıdır. Gəlin bütün tərəvəzlər üçün keçərli olan peşəkar texnikalara bir nəzər salaq. Bu, peşəkarların qızıl qaydasıdır. Məşhur Doğan Hocanın dediyi kimi, kimyanı bilməyən təsadüflərə əsr olar. Tərəvəzi qaynar suda qısaca pörtlədib, dərhal da buzlu suya atmaq, bax bu hərəkət bişmə prosesini o saniyə dayandırır, rəngi isə sanki içəridə həbs edir. Nəticə, xırçıldayan, canlı və göz oxşayan tərəvəzlər. Beləliklə, gəlin öyrəndiklərimizi ümumiləşdirək. Birincisi, həmişə qısa müddətdə bişirin. İkincisi, qaynar duzlu su ilə başlayın ki, proses sürətlənsin. Üçüncüsü, çox su istifadə etməyin. Və ən əsası, nə olursa olsun, yaşıl tərəvəzlərin rəngini yaxşılaşdırmaq üçün soda əlavə etməyin. Bu onları sadəcə əzilmiş bir lət çevirəcək. Bilirsiniz, bu sadəcə kimya deyil, bu həm də bir kulinariya fəlsəfəsidir. Tərəvəzlərə hörmətlə yanaşmaq, onların təbii gözəlliyini, dadını anlamaq və onu ən yaxşı şəkildə üzə çıxarmaq əsl peşəkarlığın göstəricisidir. Bax belə,
Bu biliklərlə artıq siz də mətbəxdə bir kimyacı kimisiniz. Növbəti dəfə tərəvəz bişirəndə hansı rəngləri qoruyacaqsınız? Bu elmi öz yeməklərinizdə necə istifadə edəcəksiniz? Seçim sizindir. Nuş olsun.